Salam, hər vaxtınız xeyir olsun, əziz həmvətənlər. İlk dəfə Azərbaycan dilinə Quranı kim tərcümə edib? Həmçinin Hacının Quranını 2-ci Əbdülhəmidə təqdim edən elçilərin danışmasına niyə icazə verilməyib? Qeyd edim ki, ilk Quranın tərcüməsi deyildikdə hansısa səhifələrin və yaxud da hansısa surələrin tərcüməsindən söhbət getmir. Bütöv kitab şəklində Azərbaycan dilində Quranın hazırlanmasından söhbət gedir. Milli Azərbaycan Tarix Muzeyinin elmi işçisi dosent Əli Fərhədov belə deyir. Qurani-Kərimin Azərbaycan türkcəsinə ilk tərcüməsi Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə onun əmri ilə olunub. Günümüzdə çatan yeganə nüsxə isə İranın Məşhəd şəhərində İmam Rza əleyhissalamın muzeyində mühafizə olunur. Cənubi Azərbaycandan olan Quran araşdırmaçısı Mirzə Rəsul İsmailzadənin apardığı tədqiqatlar əsasında məlum olubdur ki, həmin Quranı Uzun Həsən sifariş edib. Amma yenə də Uzun Həsənin zamanında yazılan Quranı kimin və yaxud da kimlərin tərcümə etdiyini bilə bilmirik. Nağabəy Şeyxzamanlının xatirələrinə nəzər saldıqda isə Hacı Zeynalabdin Tağıyevin adına rast gəlirik. Yazır ki, Qurani-Kərimi ilk dəfə Azəri şivəsi ilə türk dilinə tərcümə etdirən Hacı Zeynalabdin olmuşdur. Həmin dövrün digər mənbələrinə də nəzər saldıqda qarşımıza başqa bir şəxsin adı çıxır. Mollaların qənimi ləqəbi almış Mir Məhəmməd Kərim ibn Mir Cəfər Əl-Ələvi Əl-Hüseyni Əl-Bakuvi. Mir Mövsün ağanın xalasının həyat yoldaşı idi Kərim ağa və insanların arasında onun da böyük bir nüfuzu var idi. Kərim ağa Bakıda qızlar məktəbinin açılmasında da xidmətləri olan bir din xadimi idi və bu onu mollalarla qarşı-qarşıya qoyurdu. Çünki həmin dövrün mollalarının işinə yaramırdı xalqın həqiqi İslam ilə tanış olması. 1904-cü ildə isə Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Quranı tərcümə etdi. Hətta 3 cilddən ibarət təfsir də yazdı. Bu isə Quranı öz istədikləri kimi tərcümə edən mollalar ilə Kərim ağanı birbaşa düşmən etdi. Yer gəlmişkən qeyd edim ki, Kərim ağa da Sovet tərəfindən 1939-cu ildə güllələnərək şəhid edildi. Nağı bəyin xatirələrində 2-ci Əbdülhəmidə Quran göndərilməsi haqqında yazdıqlarını da siz əzizlərin diqqətinə çatdırdıqdan sonra videonu tamamlayacağım. Yazır ki, Hacı Zeynalabdin 4000 qızıl lirə dəyərindəki zinətli daş və almazlarla bəzənmiş Azərbaycan dilindəki Quranı İstanbula Sultan II. Əbdülhəmidə hədiyyə olaraq göndərir. Saray naziri elçilərin əlindən Quranı alır və baxır, görür ki, Azərbaycan dilindədir. Onlara deyir, indi Sultan Həzrətlərinin hüzuruna çıxıb salam verəcəksiniz. Bu zaman təkcə mən danışacağam. Hüzurda isə deyir, Sultanım, Misirdən şaha layiq hədiyyə olan Qurani-Kərim göndəriblər, qəbul etməyinizə xahiş edirlər. Elçilər daha sonra soruşurlar ki, paşam, nə səbəbdən Quranın Misirdən gəldiyini söylədiniz? Nazir isə deyir, aman da susun. Əgər xəlifə-i müsəlman həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə edildiyini anlasa, qiyamət qoparar. Düşünürəm ki, artıq əlavə şərhə ehtiyac yoxdur. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşmək ümidi ilə Allah amanında.